Salam aviasiya həvəskarları. Bugün sizlərlə aviasiyanın əsas anlayışlarını araşdıracaq. Qeyd etmək lazımdır ki, bu video mövzunun yalnız ümumi hissəsini əhatə edir. Hər bir anlayışı daha dərindən növbəti videolarımızda ayrıca analiz edəcək. Yəni bu, bir növ aviasiyaya giriş bölümümüzün davamı olacaq və artıq daha dərin və maraqlı mövzularla davam edəcək. Əvvəlcə, aviasiya nədir sualına cavab axtaraq. Aviasiya haqqında qanunda, aviasiya, hava gəmiləri vasitəsilə hava məkanından istifadə edilməsinə və ya bu məqsədlə lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət olaraq qeyd olunur. Sadə desək, aviasiya, hava gəmiləri vasitəsilə insanların və yüklərin bir nöqtədən başqa bir nöqtəyə daşınmasıdır. Amma bu, yalnız təyyarənin qalxıb enməsi deyil. Aviasiya, multimodal nəqliyyat sisteminin bir hissəsidir. Yəni, dəmir yolu, dəniz yolu, avtomobil və logistika şəbəkələri ilə birgə işləyir. Başqa sözlə, uçuşlar böyük nəqliyyat ekosisteminin yalnız bir halqasıdır. Azərbaycan Respublikasında aviasiya 3 yerə bölünür. Mülki, dövlət və eksperimental. İqtisadiyyatın, əhalinin, o cümlədən ayrı-ayrı şəxslərin ehtiyaclarının ödənilməsi və həyata keçirilməsi üçün nəzərdə tutulan aviasiya mülki aviasiyadır. Mülki aviasiya sahəsində ümumi və xüsusi xarakterli aviasiya fəaliyyəti həyata keçirilir. Kommersiya hava daşımaları və xüsusi xarakterli aviasiya fəaliyyəti üçün nəzərdə tutulmayan mülki aviasiya ümumi xarakterli aviasiya fəaliyyəti hesab edilir. Hərbi ehtiyacların, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, daxili işlər, sərhəd mühafizə, gömrük və ya digər dövlət orqanlarının ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan aviasiya dövlət aviasiyası hesab olunur. Sınaq, konstruktor, eksperimental və elmi tədqiqat işlərinin aparılmasını, habelə aviasiya texnikasının və digər texnikanın sınaqdan keçirilməsini nəzərdə tutan aviasiya eksperimental aviasiya hesab edilir. İndi isə aerokosmik sahəyə nəzər salaq. Aerokosmika sənayesi, aviasiya və kosmik fəza texnikasını birləşdirən bir elmdir. Aerokosmik təşkilatlar hava və ya kosmik gəmilərin tədqiqatı, dizaynı, istehsalı və istismarı ilə maraqlanırlar. Aerokosmik fəaliyyətlərin ticarət, sənaye və hərbi də daxil olmaqla çox sayda qolları vardır. Burada əsas fərq odur ki, aerokosmik sənaye həm aviasiya, həm də kosmik fəzanı əhatə edir. Yəni, yalnız təyyarələr yox, həm də kosmik gəmilər, peyklər, raketlər və onların dizaynı, istehsalı və istismarı ilə məşğul olunur. Bu sahə həm ticarət, həm sənaye, həm də hərbi fəaliyyətlər üçün açıqdır. Sadəcə bir uçuş deyil, həm yer, həm də kosmosda fəaliyyət göstərən geniş bir elm və texnologiya sahəsidir. Gəlin indi uçuş əməliyyatlarına baxaq. Uçuş əməliyyatı dedikdə, hava daşımaları ilə əlaqədar hava gəmilərinin həyata keçirdiyi əməliyyatlar olaraq aviasiya haqqında qanunda öz əksini tapmışdır. Uçuş sadəcə qalxış və eniş deyil, bu bir prosesdir. Uçuşun mərhələlərini belə qısaca təqdim edə bilərik. 1. Uçuşdan əvvəl hazırlıq. Plan hazırlanır, hava şəraiti yoxlanılır, yanacaq, yük və heyət vəziyyəti nəzərdən keçirilir, təyyarə texniki baxımdan yoxlanılır. Bu mərhələ uçuşun təhlükəsiz başlaması üçün vacibdir. 2. Uçuş zamanı fəaliyyətlər. Təyyarə havaya qalxdıqdan sonra idarə etmə, ətraf mühitin izlənməsi və heyət ilə yer arasında ünsiyyət baş verir. Uçuş canlı, daim diqqət tələb edən bir prosesdir. 3. Uçuşdan sonra proseslər. Təyyarə enəndən sonra yoxlamalar aparılır, ekipaj uçuşu qiymətləndirir və hesabatlar hazırlanır. Bu, gələcək uçuşların daha yaxşı olması üçün vacibdir. 4. Koordinasiya və əməkdaşlıq. Uçuş yalnız pilotun işi deyil. Yerüstü xidmətlər, hava hərəkətini idarə edənlər, texniki heyət və təhlükəsizlik personalı birlikdə işləyir. Hər bir detal ahəngdar bir sistemin tərkib hissəsidir. Aviasiya fəaliyyətində təhlükəsizlik anlayışı böyük rol oynayır və bu, aviasiya haqqında qanunda öz əksini tapmışdır. Uçuşların təhlükəsizliyi.
təhlükə mənbələrinin aşkarlanması və risklərə nəzarət yoluyla uçuşların təhlükəsiz həyata keçirilməsi, o cümlədən insan həyatına və sağlamlığına, yaxud əmlaka ziyan vurulma riskinin azaldılması və məqbul səviyyədə saxlanılması üçün görülən tədbirlərin məcmusu. Beynəlxalq Mülki Aviasiya Təşkilatının tərəfindən verilən tərifə görə, safety anlayışı risklərdən, təhlükələrdən və pis nəticəyə səbəb ola biləcək amillərdən qaçınmaqdır. Aviasiya təhlükəsizliyi isə insanlardan və maddi resurslardan istifadə etməklə aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunması üzrə tədbirlər kompleksidir. İKA tərc etdiyi tərifində təhlükəsizliyi, beynəlxalq mülki aviasiyanı qanunsuz müdaxilədən qorumağa yönəlmiş müxtəlif tədbirlərin, insan və maddi resursların kombinasiyası kimi müəyyən etmişdir. Hər iki anlayış bir-birini tamamlayır və aviasiyanın bütövlüyünü təmin edir. Aviasiya sənayesində məhsul uçuşdur və aviasiyada sistem yanaşması çox önəmlidir. Hava məkanı. Azərbaycan Respublikasının hava məkanı, Azərbaycan Respublikasının quru ərazisi, daxili və ərazi suları üzərindəki hava məkanı. Yerüstü xidmət. Yerdən nəzarətlə əlaqədar olan təhlükəsizliyin təmin edilməsi, hava gəmisinin yola salınması, yüklənmənin idarə edilməsi, sərnişinlərə xidmət, bagajın, yükün və poçtun yüklənib boşaldılması, hava gəmisinə perronda göstərilən xidmətlər və bort ehtiyatlarının yüklənməsi daxil olmaqla, aerodromda göstərilən hər hansı bir xidmət. Aviasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu qanundan və aviasiya sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Vahid beynəlxalq hava hərəkətinin təmin edilməsi məqsədi ilə mülki aviasiya sahəsini tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları beynəlxalq mülki aviasiya haqqında 1944-cü il 7 dekabr tarixli konvensiyaya və onun əlavələri ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi, o cümlədən mülki aviasiya sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrin tələbləri nəzərə alınmaqla qəbul edilir. Bütün bunlar uçuşların təhlükəsiz və fasiləsiz olması üçün təməl elementlərdir. İnnovasiya və texnologiya isə sənayenin daim dəyişən və gələcəyə açıq olmasını təmin edir. Qeyd edək ki, bu video anlayışların yalnız ümumi görünüşünü təqdim edir. Əgər bu maraqlı dünyanı kəşf etməyə hazırsınızsa, kanalımıza abunə olun və birlikdə öyrənməyə davam edək.